Hər vaxtınız xeyir olsun, əziz və dəyərli insanlar. YouTube kanalıma xoş gəlmisiniz və bugünkü buraxılışımızın əsas dəyərli qonağı doktor Ayşən Xəlilovadır. Həkim endokrinoloqdur. Artıq 20 ildən çoxdur ki, bizim insanlarımızın həyatına çox müsbət təsir göstərir və bu sahədə davamlı şəkildə gənclərimizi, bizim əhalimizi maarifləndirici işlərlə məşğuldur. Çox təşəkkür edirəm dəyərli Ayşən xanım. Gəldiyiniz üçün xoş gəlmisiniz. Sağ olun, çox sağ olun məni dəvətlədiyinizə görə. Sizlə həmsöhbət olmaq həmişə xoşdur. Vaxt necə keçir, heç vaxt istəmirəm. Və təşəkkür edirəm ki, bu gün məni dəvətləmisiniz. Mən təşəkkür edirəm sizə Ayşən xanım. Ayşən xanım, mənim ilk sualım nə ilə bağlıdır? Çünki sizin mən kontentinizi izləyirəm. Siz sağlam qidalanmadan tutmuş hormonal sağlamlığa kimi, şəkər xəstəliyi mövzularına kimi toxunursunuz. Və ümumiyyətlə sağlamlıq mövzusunda internetdə həddindən artıq çox məlumat var və bəzən bu məlumatlar, fərqli ekspertlər sosial mediada bəzən bir-birinə əks gedən yanaşmalar da bölüşür. Biz kimə inanaq, nəyə inanaq? Sizin tövsiyələriniz nə olardı bununla bağlı? Çox qəşəng sualdır. Əslində tibb elə bir sahədir ki, durmadan yenilənir və buna çoxlu yəni töhfələr verilir, tədqiqatlar aparılır, araşdırmalar olunur. Əlbəttə ki, insanlarımızın özləri haqqında, şikayətləri haqqında araşdırma etməsi gözəldir. Amma nəzərə alsaq ki, tibb fərqlidir və insanların özgüvənini qazanmaq da indiki vəziyyətdə çox asan olub müxtəlif sosial şəbəkələrlə. Yəni bu daha mümkün olub. Ancaq ən çox elmi araşdırmalara əsaslanan mənbələrə inanmaq lazımdır. Həmçinin təcrübəli ekspertlərə inanmaq lazımdır, təcrübəli həkimlərə inanmaq lazımdır və adətən mən hər zaman deyirəm ki, hər şeyoloq olmaq olmaz. Yəni hər şeyi bilmək, hər şeyi anlamaq olmaz. Bir ixtisas həkimindən başlayıb uyğun şikayətlərlə doğru və ondan sonra digər lazımi araşdırmalardan sonra müayinələrdən sonra digər ixtisas həkimlərinin də tövsiyəsini almaqda fayda vardır. Amma hər zaman elmə dayanı mənbələr daha üstündür. Elmə dayanı müalicələr, tövsiyələr daha üstündür və bir də bir nüans var. Biz əslində şəxsən öz adıma sosial şəbəkələrdə verdiyimiz məlumatlar sadəcə həkimə qədərki tədbirlər necə olmalıdır izah edirik. Amma hər bədən, hər orqanizm individualdır, fərdidir və hər bədəndə yanaşı xəstəliklər, keçirdiyi stresli həyat və yaxud da yaşadıklarını nəzərə alırıqsa, yaş faktoru, istifadə etdiyi dərman preparatları o qədər burada nəzərə alınmalı faktorlar var ki, və ona görə də hər pasiyent eşidilən ümumi məlumatı özünə tətbiq eləməməlidir. Həkimə qədər ki, nə etməlidir? Ümumiyyətlə özünün orqanizmini tanımaq üçün bu məlumatları istifadə edə bilər. Bu o insanların yönlənməsi üçün doğrudur. Amma onları üzərində tətbiq etməyi bunu tövsiyə etmərəm. Bunu ən yaxşısı mütəxəssisə müraciət edərək ondan sonra tətbiq etməkdə fayda vardır. Çox sağ olun Ayşən xanım, dəyərli tövsiyələrinizi bölüşdüyünüz üçün. Ümumiyyətlə sizin təcrübənizə əsasən siz artıq minlərlə fərqli insanlarla çalışmısınız və çalışmağa da davam edirsiniz. Və mən sizi də izləyərkən mən nəyə fikir verirəm? Bizdə ümumiyyətlə necədir vəziyyət cəmiyyətimizdə? Ən kritik halda biz həkimin yanına gedirik. Təəssüf ki. Sizcə nəyə görə bizim cəmiyyətimizdə sağlamlığa bu qədər biganə yanaşılır və ancaq biz ən kritik hallarda öz sağlamlığımızın qeydinə qalmağa başlayırıq? Ola bilsin ki, bu bizim psixologiyamıza, mental dəyərlərimizə də bağlı olsun. Amma bir şey təəssüflə qeyd etmək istəyirəm ki, çox təəssüf ki, qadınlarımız ən çox da lazımsız prosedurlara, deyim, baxımlara, manikürlərə falan, yəni çox rahatlıqla pulları xərcləyərkən, amma öz sağlamlıqlarına bunu qıyırlar. Əsas və bir şey unudurlar ki, əsas sağlamlıq daxildən, əsas gözəllik daxildən gəlir. Yəni bizim orqanlarımız, hormonlarımız, yəni beynimiz və digər ona məhsul olan orqanlarımız sağlam olmazsa əgər, yəni ha ki prosedurlardan keçək, ha ki kosmetoloqlarda olaq, yəni bunun bir
görünməyəcək o tərəfi, sağlıq tərəfi görünməyəcək. Yəni o gözümüzdən o iskranın çıxması üçün daxildən sağlam olmamız lazımdır. Və çox təəssüf ki, artıq elə bir stadiyada pasientlər birdən yaxınlaşır ki, hansı həkim, ixtisas həkimi birinci başlasın müalicəyə, onu belə çaşdırdığımız durumlarımız olur. Məsələn, ağırlaşmış diabet elə bir vaxta gəlir ki, yəni diabetin bütün fəsadları üzdədir və bu arada xəstəliklərin xronikləşmə səbəbi elə özümüzük. Biz davamlı qida rejimimizi dəyişmədikcə, davamlı yuxumuza, su qəbulumuza, sadə ünsürlərə nəzarət etmədikcə biz proseslərin dərinləşməsinə, fəsadlar verməsinə gətirib çıxardmağını özümüz gətiririk. Və bir dənə də ən maraqlı tərəf odur ki, istər diabet, istər bütün xronik xəstəliklər fəsadlarını artıq gecikmiş mərhələdə göstərir. Yəni bir çox xəstəlikləri mən üzlənərək düşmənlərimizə bənzədirəm hər dəfə. Deyirəm ki, necə illərlə xəbərimiz olmayıb, necə hadisələr cərəyan edir. Bu da elə bir şeydir. Yəni orqanizm hiss etməyə başlayır artıq iş işdən keçəndə. Ona görə də müəyyən vaxt periodunda heç olmasa ildə bir dəfə check-updan keçmək. Məsələn, ümumi görünən şikayətlər var ki, o şikayətləri hamıda var deyib ötməmək, onu bir mütəxəssisə danışmaq, bir yön almaq mütləqdir. Hal-hazırda özəl xəstəxanalarla yanaşı icbari sığortanın işlədiyi xəstəxanalarda var. Yəni əl çatandır bu dəqiqə tip müayinə olunmaq və bunu aksatmamaq lazımdır. Bayaq siz çox önəmli bir məqama toxundunuz Ayşən xanım ki, biz investisiya edirik, yatırım edirik sağlamlığa, hansı ki görünə bilir. Biz onu göstərə bilirik. Məsələn, make-upla və yaxud da digər prosedurlarla dərimizin gözəlliyini belə göstərmək üçün, xarici məsələn də onu göstərmək üçün, cəmiyyətə göstərmək üçün. Amma daxildə olan proseslərə biz o qədər də çox yatırım etmirik, çünki onu heç kim görmür. Biz onu heç kimə göstərmədiyimiz üçün ona görə yatırımlar etmək istəmirik. Bu çox önəmli bir psixoloji bir məqamdır, hansı ki bizim sağlamlığımıza çox ciddi təsir göstərir. Nə düşünürsüz Ayşən xanım? Biz bu düşüncə tərzini necə dəyişdirə bilərik? Güman edirəm ki, biz bunu daha çox maariflənməklə. Əslində bu saatlara qədər bütün həkimlər məşğul olurlar. Yəni hər birimizin birdən sosial şəbəkələrdə belə bir səhv fikirlə rastlaşıram. Pasientlər deyir ki, yaxşı həkimin sosial şəbəkəsi olmaması lazımdır. Əslində bu indiki dövr üçün uyğun söz deyil. Niyə? Çünki təəssüf ki, hər kəs hal-hazırda telefondan və sosial şəbəkələrdən asılı bir halda yaşayır və hal-hazırda insanları ayıltmaq üçün də belə biz işimizdən baxmayaraq ki, məşğul oluruq, xəstələr çoxdur, ağır xəstələr çoxdur, öz vaxtımızdan, öz ailəmizin vaxtından kəsib də bu maarifləndirim işlərinə davam ediriksə, insanların bunu dinləməsi lazımdır, əməl etməsi lazımdır. Bizim məqsədimiz hər hansı bir, şəxsən mən öz səhifəmdə pasientin illaki mənim yanıma gəlin, baxaq falan, bu temalara toxunmuram heç vaxt. Yəni pasientin seçiminə bağlı olan bir şeydir. Ancaq məqsəd hər zaman olur ki, fərqindəliyə qazansın. İnsan bu əlamətlərdən məndə var, bu adi deyilmiş, bunun altında bir hormon problemi yata bilər, sabah qarşısı almaz bir fəsada doğru keçə bilər və ya xəstəlik önü mərhələdə xəstəliyi tutarıqsa, xəstəlik inkişaf etməz. Həyatımı daha keyfiyyətli yaşayaram. Bayaq dediniz ki, 20 illik təcrübə, həqiqətən o 20 il hardan keçib özümüz də bilmirik. Bu həyat da belədir. Hər gün hər kəs cavan olmaz. Yəni bunun bir yaşlılıq dönəmi də var və yaşlılıq dönəmində keyfiyyətli yaşamamız üçün xəstəliklərlə, fəsadlarla əlillik dərəcəsinə çatmamamız üçün biz indi ona yatırım eləməliyik. İndi artıq qidalanmamızdır, yuxumuzdur, mental sağlamlığımızda hər bir şeyin yatırımını hal-hazırda eləməliyik ki, yaşlılığa da qocalarımız deməsin can saxlayaq. Ayşən xanım, ümumiyyətlə mən sizi izləyərkən onu da müşahidə edirəm ki, sizə müraciət edən bir çox qadınlarda ən böyük hormonal problemlərdən biri, məsələlərdən biri Hashimoto tiroidlə bağlıdır. Ümumiyyətlə həmin o simptomları olan xanımlara hansı tövsiyələri verərdiniz? Bu proses necə keçir? Ümumiyyətlə bunun qarşısını necə almaq olar? Bunu sizdən öyrənmək istəyərdik. Bizim əslində Azərbaycan endemik zonadır, iodifisiz zonaya aiddir və Hashimoto tiroidli pasientlər bizdə çox rast gəlinirdi həmişə, yəni ümumiyyətlə qalxanvari vəz patologiyası, təkcə Hashimoto yox. Amma bu post-Covid dövründən sonra autoimmun xəstəliklər artmağa başlayıb. Yəni eləcə də Hashimoto xəstələri daha çoxalıb. Bayaq kişilərdə daha az rast gəlirdiksə, indi kişilər də qadınlara demək olar ki, bərabərləşirlər rast gəlmə tezliyinə görə.
Hashimoto tireoiditinin əlamətləri hər kəsdə olan bir əlamətlərdir. Yəni xüsusi gözə batmaz. Əsasən halsızlıq, yorğunluq, saç tökülmə, ümumi depressiya, anksiyetə, bir narahatlıq, bir təşviş və yaxud da qəbizlik, yuxuya gedə bilməmək, amma gün ərzində mürgüləmək. Biz çox zaman bunu ümumiləşdirib deyirik ki, əsrin bəlasıdır. Hər kəsdə bu xronik yorğunluq sindromu, amma bu da xronik yorğunluq sindromunun əlamətlərinə, ümumi bir əlamətlərdir. Qabağa gedərsə dəri quruluğu, qaşınmalar ola bilər, qəbizlik yarana bilər, yuxu pozuntularına doğru gedir. Pasientlər gün ərzində yuxulu olurlar, amma gecə yata bilmirlər və ya yatırlarsa da gecə bir neçə dəfə ayılırlar, səbəbsiz ayılmalar olur. Aybaşı pozuntuları, sonsuzluq olur. Düşüklər hamiləlik zamanı, əqli inkişaf pozuntuları, məsələn, hal-hazırda bu qədər çox uşağın inkişaf mərkəzlərində olma səbəblərindən biri də Hashimoto ola bilər, nəzarətsiz, kontrolsüz, amma çox şükür ki, indi ginekoloqlar mütləq hamilə olmaq istəyən qadınları ilk öncə tiroidlə yoxlayırlar. Və bu əslinə baxanda ümumi simptomlardır, amma araşdırmasan, arxasından getməsən daha da dərinə gedib pasientin həyat keyfiyyətini pozacaq əlamətlərə doğru dönür. Ayşən xanım, siz çox önəmli bir məqama toxunmusunuz. Məsələn, bəzi insanlar depressiya, apatiya kimi bu simptomları yaşayarkən onlar düşünürlər ki, 100% bu psixoloji məqamlarla bağlıdır. Halbuki bunda çox böyük, ən vacib rollardan da biri sırf hormonal disbalansla da bağlıdır. Sizcə insanlar məsələn də psixoloqun yanına getməmişdən əvvəl hansı hormonlarını yoxlamalıdırlar ki, ən azı bunun üzərində işləyərək bu simptomlarla onlar çalışa bilsinlər? Sərxan, əslində mən bayaq dedim ki, mənim şəxsən işim maarifləndirmədir və psixoloqlarımız da, elə sizdən də, həmçinin xahişim hər zaman olur ki, maarifləndirəndə pasientlərə, insanlara necə həkimə qədər ki, psixoloqa qədər ki, tədbirlər deyirik, stresin idarə olunmasını öyrədilsin insanlara. Hal-hazırda elə bir dönəmdə yaşayırıq ki, təəssüf ki, stressiz mümkün deyil. Yəni, heç kəsi akvariumda saxlamaq olmaz, heç kəsi skafandr geyindirib saxlamaq olmaz. Yəni, stres həyatımızın hər anında var və hər şeyi stresə bağlayıb da orqanizmi soruya atmaq əksinə problemlərlə çıxıb özünü biruzə verəcək. Biz əgər pasientdə bu şikayətlər varsa, ümumiyyətlə hər şey iki tərəfli olanda daha gözəl olur. Həm orqanik tərəfini araşdırmamız lazımdır, həm də psixoloji momentlərini. Əlbəttə ki, psixoloqlarla, danışmanlarla danışıb vəziyyəti daha rahat eləmək əla. Amma buna niyə bir başqası olmadı? Daha ağır stres yaşayan insanlar daha rahat keçirdir. Niyə məndə belə oldu? Bir düşünmək lazımdır və bir həkim kontrolünə keçmək lazımdır. Mütləq tiroid hormonları yoxlanmalıdır. Mütləq cinsi hormonlar yoxlanmalıdır. Hər hansı aybaşı pozunluğu varmı yoxlanmalı. Çünki yaşına uyğun olmayaq. Məsələn, bu günlərin baxdığım 30 yaşlı xanımının erkən menopauza girməsi var idi. Yəni erkən menopauza girəcəksə, cinsi hormonları azalacaqsa, bunun o gözündəki iskrası gedəcək, həyat eşqi gedəcək. Yəni özünü tam 70-80 yaşlarında, 60 yaşlarında bir xanım kimi hiss eləyəcək. Bu normal bir şeydir. O yaşına uyğun olmasa da mütləq qan dəyərləri yoxlanmalıdır, dəmir yoxlanmalıdır, anemiya varmı, qan azlığı varsa, əlbəttə xronik hipoksiyaya gedəcək və bu da insanı depressiyalara aparacaq. Vitamin D defitsit dəyərləri baxılmalıdır, bəzi vitaminlər yoxlanmalıdır. Əslində pasientlər biz danışdırarkən, məsələn, çox vaxt pasientlər sual verirlər ki, doktor, mən sizin yanınıza hazır gəlmək istəyirəm, hansı müayinələri eləyim, hazır gəlim. Deyirik ki, yox, biz sizi görməmiz lazımdır. Pasientlə danışanda biz artıq müəyyən simptomları hansı yola girəcəyimizi bilirik, hardan başlayacağımızı bilirik. Yəni ondan sonra etap-etap, çünki müayinələrin sayı külli miqdardadır. Konkret olaraq hansılara baxaq, bu büdcəyə də ziyan olar, pasientə də ziyan olar. Amma bizim eləyəcəyimiz odur ki, ilk öncə əgər belə bir hallarımız varsa, mütləq bir endokrinoloq konsultasiyası, psixoloq konsultasiyası, yəni bir takım olaraq, komanda olaraq, necə siz sevirsiniz, teamwork, bir komanda işi önəmlidir. Hər kəs də o komandada öz yerini düzgün alarsa, onca insana kömək eləmək və kütləyə kömək eləmək daha rahat olar. Ayşən xanım, siz bayaq vitaminlər haqqında danışmısınız. Bəzi mənbələrdə qeyd olunur ki, vitamin D hormon sayılır. Bu nə qədər doğrudur və vitamin D digər vitaminlərdən nə ilə fərqlənir? Vitamin D əlbəttə ki, hormon sayılır. Niyə? Çünki biz normalda vitaminlər orqanizmin özündə sintez olunmayan maddələrdir. Yəni biz onu kənardan qida ilə alırıq və yaxud dərman vasitələri şəklində alırıq. Amma
Vitamin D bədəndə sintez olunur. Vitamin D gün şüasının təsiri ilə günəşli vaxtlarda biz ona görə düzgün günəşlənməni önəmlə vurğulayırıq hər dəfə. Dəri altında yaranır, dəridə sintez olunur və bu kolikalsiferol bədəndə dövr edərək qaraciyərdə və böyrəklərdə kalsitriyola çevrilir daha aktiv variantına və artıq bundan sonra aktiv vitamin D olaraq bədəndə fəaliyyət göstərir, təsir edir. Bədəndə sintez olunduğuna görə biz buna hormon deyirik. Nə maraqlı, həqiqətən bir tərəfdən bu hormonda, amma bir tərəfdən ona vitamin D deyilir. Bunun belə miksini görmək çox maraqlı bir məqamdır ki, bunu da sizdən öyrənmək istəyərdim ki, nəyə görə onda vitamin D hormon adlandırılmır, amma vitamin adlandırılır? Çünki o endokrin vəzlərdə ifraz olunmur. Hormonlar endokrin orqanlar adətən vəzlərdən ifraz olunur. Bu günəş şüasının yəni təsirindən bədənimiz dəri altı yağ təbəqəsindən deməli ifraz olunduğundan yaranan bir vitamin olduğuna görə bu vitamin kimi hesab olunur və ən çox da günəşin təsirinin olduğuna görə günəş vitamini olaraq deyirik biz buna. Əsas məsələ düzgün günəşlənməkdir. Mən tez-tez storylərdə ən çox göstərirəm düzgün günəşlənən pasientlərin. Əsasən bu düzgün günəşlənən pasientlər istər-istəməz məcburiyyət tərəfindən günün altında işləməyə məcbur olan insanlar olur adətən. Biz normalda həmişə necə axtarırıq? Kölgə axtarırıq, yayda gizlənməyə bir yer axtarırıq, daha rahat olaq, komfortlu olaq. Amma günəş altında məcburən işləməli olan insanların çox gözəl vitamin D səviyyələri olur. Yəni biz heç olmasa yarım saat 40 dəqiqə ərzində günəş kremləri istifadə etmədən may ayından sentyabr ayının sonlarına qədər yarım saat 40 dəqiqədən az olmayaraq günəşdə olmamız lazımdır. Bundan sonra artıq kremlərdən istifadə edib özümüzü ultrabənövşəyi şüalardan qoruya bilərik. Amma ona qədər o şansı orqanizmə vermək lazımdır ki, dəri qızarsın. Eritem dozası deyirik, günəşin eritem dozası. Yəni o dərini qızardır, yüngül və o qızaranda artıq öz vitamin D-miz sintez olmağa başlayır. Ayşən xanım, ümumiyyətlə dərmansız yaşamaq mümkündür? Mümkündür, əlbəttə ki. Sağlam qidalanma tərzi çox önəmlidir. Siz inanmazsınız ki, mən həmişə pasientlərimə nəyi deyirəm ki, illərlə anemiyadan əziyyət çəkən, amma ciddi bir problem olmayan, məsələn, talasemiya daşıyıcısı deyil, hemoqlobinopatiyası yoxdur, bir irsi bir xəstəliyi yoxdur, amma xronik anemiyadan əziyyət çəkir. Bunun çox pasientin əsasında düzgün qidalanmamaq dayanır. Və məsələn, pasientlər birdən geri dönüş eləyəndə ki, doktor, mən ömür boyu qan azlığından əziyyət çəkirdim, amma hal-hazırda mən neçə ildə heç bir dərman qəbul etmirəm, özümü yaxşı hiss edirəm, qanım normaldır, qan dəyərlərim. Həmişə deyirəm ki, nə dəyişdi? Deyir ki, siz deyən kimi sağlam qidalanmaya başladıq. Yəni əgər biz düzgün olaraq ətimizi, yumurtamızı, minerallarımızı qəbul ediriksə, yəni qida ilə qəbul ediriksə, bizim əlavə bir vitaminə ehtiyacımız yoxdur. Xüsusi qrup insanları təşkil edir vegetarianlar. Vegetarianlar dərmansız yaşaya bilərmi? Yox, təəssüf ki. Çünki ətdə olan əvəz olunmayan amin turşularını, B qrup vitaminlərini, dəmiri biz məcburuq kənardan dərman şəklində verək və bu pasientlər demək olar ki, ömür boyu qəbul etməli olurlar. Amma qalan hallarda normal, sağlam qidalanaraq, vaxtında yataraq, doğru su içərək, əgər hər hansı bir xronik xəstəliyimiz yoxdursa, dərmansız tam da normal yaşayarıq. Ayşən xanım, menopauzada qadın bədənində nə baş verir və menopauzada olan qadınlar hormonal balansı necə qoruya bilərlər? Menopauza çox maraqlı bir mövzudur. Yəni istər-istəməz hamımız ona doğru gedirik, yəni involyusiya gedirik. Və hər yaşın öz gözəlliyi var deyilir bir mahnıda da, amma menopauza biraz hüzünlü dövrüdür. Orqanizmin daha çox payız dövrüdür deyək. Amma bu dövrün öz gözəlliyi vardır. Sadəcə bunu gözəl yaşaya bilməmiz üçün öncədən menopauzaya qədər özümüzə yatırımlarımızı eləməmiz lazımdır. Menopauza zamanı cinsi hormonlar, istər qadında, istər kişidə cinsi hormonların tükənməyi başlayır. Bu tükənən dövrdə artıq orqanizm şux ola bilmir. Artıq bayaq günlərlə yuxusuz qalıb rahat ola bilirsə, zamanla bunu tez yol
yorulması, halsızlığı, motivasiyası, o gözündəki o iskra, o həyəcan, onları keçir. Dəri öz quruluşunu göstərməyə başlayır. Dəri artıq quru olmuş olur. Sümüklər başlayır zəifləməyə, əzələ qatı zəifləməyə və ona görə də mütləq önəmlidir ki, gənc yaşda biz bunu sağlam həyat tərzini rutinə çevirək ki, yaşlılıqda bu artıq bizə kömək olsun. Çünki bir menopauzada olan insanın cinsi hormonları bizim təkcə cinsi fəaliyyətimiz, uşaq doğma, dünyaya gətirmək üçün deyil. Bu həm də bizim sümük sağlığımız, orqanizm sağlığı üçündür və müəyyən bir vaxtdan sonra biz sümüyümüz başlayır, o sümüklərimiz qoruyucu bir protektor xüsusiyyəti vardır. Əgər bu yoxdursa, sümüklərimiz tək qalır, orqanlarımız yəni müdafiəsiz qalır, öz müdafiəsini yığışdırır. Bu zaman müdafiə nə gəlir? Əzələ sistemi gəlir, düzgün qidalanma nəticəsində yaranan o vitamin dəyərlərimiz gəlir və buna görə də artıq olmayan təzyiqimiz, normal təzyiqimiz, ürək çırpıntımız, onda orqanizm bu dövründə yaxşı yaşayır. Niyə xaricdə hər zaman deyirlər ki, xaricilərin qocalarına baxın, bizim qocalarımıza baxın? Çünki onlar bunu ilk öncədən uşaq yaşlarından təbliğ edirlər. Yəni hər kəs o var, yəni fiziki aktivliyin olması bu çox önəmlidir. Amma bizim insanlarımız daha çox evdə oturmağa, daha çox pasiv həyat tərzinə, məsələn, nə qədər gənc tanıyırsınız ki, hikinglə məşğul olsun. Nə qədər gənc tanıyırsınız ki, hər axşam restoranda otursun, qəlyan istifadə eləsin və yaxud yəni bizim biraz o dəyərlərimizi dəyişməmiz üçün daha çox maariflənməyə ehtiyacımız var düşünürəm. Ayşən xanım, ümumiyyətlə bu hormonlar mövzusu o qədər geniş və dərin bir mövzudur ki, mənim yadımdadır ki, mən bir neçə il əvvəl bir case haqqında oxumuşdum, eşitmişdim ki, bir ana, uşaqlarına çox bağlı olan bir ana cinsi orqanlarında müəyyən bir onda əməliyyat keçirilmişdi. Çox güman ki, hormonal disbalans baş verib, nəsə baş verib, müəyyən bir fəsadlar olub və həmin xanım əməliyyatdan sonra uşaqlarını inkar edib, yəni uşaqlarını artıq görmək istəməyib və artıq heç vaxt o uşaqlarına dönməyib. Ümumiyyətlə, analıq instinkti hormonlarla necə bağlıdır? Ümumiyyətlə, sevgi bəzi mənbələrdə qeyd olunur, bəzi ekspertlər də qeyd edir ki, bu hormonal kokteyldir. Nə düşünürsünüz bununla bağlı? Hormonlar bizi necə manipulyasiya edir? Bu çox böyük mövzudur. Mən sizə bir şey deyim. İlk öncə bu həmin xanım haqqında danışım. Birincisi, ümumiyyətlə insanların yaşadığı hadisələr müəyyən stresslər və travmalar qoyur orqanizmdə. Belə bir insanlardan mütləq psixoloqların da paralel işləməsi lazımdır, endokrinoloqlarla yanaşı. Amma bayaqlarım dediyim kimi, əgər bir qadının menopauza dövründən orqanlarında əməliyyat keçirən histerektomiya olunmuş pasientlər eyni halı yaşayırlar. Buna deyilir cərrahi menopauza. Yəni məcburiyyətdən erkənlə orqanların götürülməsi və pasient eyni yaşlı adamdakı dövrü yaşayır, menopauza dövrünü yaşayır. Estrogen, progesteron səviyyələri düşür. Orqanizmdə hormonal sistem zəncirvaridir. Beyindən hipotalamus, hipofiz və addım-addım, yəni mərtəbə-mərtəbə keçir və bu bir cinsi aks deyirik biz buna, ox. Bu oxun əgər periferiyasındakı orqanlar götürülübsə, mərkəz öz reaksiyasını verəcəkdir. Və belə insanlara çox zaman əgər gəncdirlərsə, əvəzedici hormonal terapiyaların başlanması, vaxtında dərman təyini düzgün ki, pasient özünü rahat hiss eləsin və yanaşı olaraq da əlbəttə ki, psixoloqların konsultasiyası mütləqdir. Təkcə bu dövrdə yox, məsələn, bu hormonların təsirindən yaranan pozuntular, məsələn, zaxılıq psixozları var. Qadın yenicə doğub, uşaq dünyaya gətirib, amma artıq övladını görmək istəmir. Bu özü də bir başqa cür problemdir. Orqanları yerindədir, hər şey yaxşıdır, ancaq bu hormonal disbalanslar, yəni piklərin qalxmağı, düşməyi bu orqanizmdə o psixoz dövrünə bir də hələ travması olan bir insandırsa, hər hansı bir psixoloji bir problemi varsa, onda daha dərin üzə verəcək. Hər kəsdə belə olurmu? Yox, hər kəsdə olmaz. Ona görə də hər kəsə individual yanaşmaq lazımdır. Bir adamın situasiyası digərinə bənzəməz. Və komanda işləməlidir hər zaman. Hər kəs də o komandada öz yerini tutmalıdır. Mən psixoloqun işini görə bilməyəcəyim kimi, nefroloqun və ya kardioloqun işini görə bilməyəcəyim kimi, onlar da mənim işimi görə bilməzlər və hər kəs öz komandada yerini tutarsa, əlbəttə ki, bir pasiyenti qurtarmaq, bir ailəni qurtarmaq deməkdir və buna o tərəfdən yanaşmalıyıq. Qaldı ki, hormonal kokteyldirmi sevgi? Ümumiyyətlə,
orqanizmi idarələyən iki böyük sistem var: sinir və humoral sistem. Necə biz beynimizdə onu düşünürük, o hallar yaranırsa da, eləcə də orqanizmdə də hormonlar ona cavab verir. Hormonlar, neyrotransmitterlər var, müxtəlif hormona bənzər maddələr var. Bu sevgi zamanı yaranan bir neçə hormonlarla əlaqələndirilir. Əsasən dopamin, serotonin, mütləq adrenalin burada öz rolunu oynayır. Və bu hormonların təsiri nəticəsində orqanizm daha çox bağlılıq, məmnuniyyət hissi, daha çox hüzur, empati duyğuları yaranır. Adrenalin bizim ürək çırpıntımızın artmasına, bir yanaqlarımız qızardı, bir həyəcan keçirdik, tər basdı. Bütün bu əlbəttə ki, hormonal kokteylində öz rolu var. Amma burada hormonlar tək işləməz, beyinlə bərabər əlaqəyə girər və bütün orqanizmi bir neyrohormonal təsirin altına girər. Yəni bu şəkildə orqanizm işləməyə başlayır. Ayşən xanım, ümumiyyətlə yeniyetmə dövründə bizim bədənimizdə müəyyən bir hormonal dəyişikliklər baş verir. Artıq uşaq dövrünü biz keçirik sonra yeniyetmə dövrünə. Yeniyetmələrin valideynlərinə siz hansı tövsiyələri verərdiniz? Məsələn, yeniyetmə qızlarda necə bu baş verir? Hormonal dəyişikliklər nəyə fikir verilməlidir? Yeniyetmə oğlanlarda bu necə baş verir? Onların hansı kriteriyalarına fikir verilməlidir? Bununla bağlı hansı tövsiyələriniz olardı? Bayaqların bir söz dedim ki, cəmiyyətdə əgər hər kəs öz işini görsə və hər şey yoluq olmasa nə gözəl olar. Bu endokrinologiyaya da aiddir. Bizim endokrinologiya, yəni uşaqlara və böyüklərə ayrılır. Mən yetkin endokrinoloquyam. Yəni 17-18 yaş üzəri pasientlərlə məşğulam. Yeniyetməlik dövrü uşaq endokrinoloqlarına daha çox aiddir və uşaq orqanizmi kiçilmiş böyük orqanizmi deyil. Tam fərqli, çünki hormonal statuslar yeni doğulmuşda tam başqadır. Deyək ki, yeniyetməlik dövrünə qədər bir başqadır, yeniyetməlikdə bir başqadır, yetkinlikdə bir başqadır, menopauzada tam başqadır və ona görə də hər dövrün özünün yanaşması olması lazımdır. Ümumi olaraq, əgər pasientlərdə istər oğlan, istər qız, ana, valideyn boyda geriləmək istəyirsə, bir paltarı artıq neçə ildir geyindiyini görürsə, şalvarları qısalmırsa, koftaları qısalmırsa və yaxud yaşıdlarından geri qalmanı hiss eləyirsə, halsızdır, qavramasında dəyişikliklər hiss eləyirsə ki, dərsi daha pis qavrayır, boy atmasında, fiziki və cinsi inkişafında, məsələn, oğlanlarda üzdə tüklənmədə çətinlik var, qızlarda aybaşı gecikməsi var, artıq sinif yoldaşlarında hamısında var, amma qızında yoxdur. Belə bir dəyişikliklər hiss edirsə, mütləq uşaq endokrinoloqlarının, bu arada bunu önəmli altını xəttləyirəm, uşaq endokrinoloqlarının kontrolu mütləqdir. Çünki yeniyetməlik dövrü bizim üçün çox vacib dövrdür. Bu dövrdə uşağı düzgün yanaşılarsa boyu da uca olacaq, sağlamlıq tərəfdə, yəni gələcəyinə investisiya bu dövrdə olacaq və ona görə tövsiyə edirəm ki, zaman itirmədən ay əskəriyə gedəcək, boyu uzanacaq, ay qohumumuz da belə idi, nəsə oldu, ondan sonra boyu uzandı və yaxud da valideynlərin çox bir səhv təsəvvürləri var. Aybaşı pozulan uşaqları uzun müddət saxlayırlar. Mənim bir qrant layihəm var idi, düzdür, çox üzə çıxmadı o layihə, amma o layihəni mən ilhamlanmışdım 23 yaşında bir qızdan ki, baxmayaraq ki, evdə deməyinə baxmayaraq səsini çatdıra bilməmişdi uşaq və 23 yaşında bir xanım hələ də aybaşı olmurdu və bunun fonunda əsaslı bir genetik xəstəlik çıxdı. Əgər bu varsa, bunu gözləməyin ki, ay ərə gedəcək, düzələcək və ya oğlan əskərə gedəcək, uzanacaq. Belə bir şeylər boş təfərrüatlardır və insanın zamanını alırıq. Çox təəssüf ki, birdən 20 yaşında bir oğlanla ana girir, baxırsan ki, əməlli başlı kişi xeyli adı qabağında dayanıb. Deyir ki, mən boyunu uzatmaq olarmı? Yəni olmaz. Artıq cinsi hormonlar aktiv pika qalxıbsa, boy zonaları bağlandı, yəni biz bu uşağın şansını itirdik, biz bu uşağı cəmiyyətdən özünü tərcid olunmağa, özünü yəni fərqli hiss etməyə məcbur elədik. Ona görə də zaman itirmədən uşaq endokrinoloqlarına müraciət edin, balalarınızın inkişaf ədiliyini izləyin, bu il neçə santimetr böyüdü, gələn il necə oldu, dərs necə qavradı, yorğundumu davamlı və ya yəni bu əlamətləri izləməyə başlayın. Onu tövsiyə edərdim yeniyetmə valideynlərinə ki, bu sizi yönləndirəcək. Zamanında bir kontrollardan, bir check-uplardan keçməniz lazımdır. Ki, sonra peşman olmayasınız ki, mən balama özüm pislik elədim.
Ayşən xanım, çox təşəkkür edirəm bu cür önəmli istiqamət verdiyiniz üçün. Ümumiyyətlə mən sizin məzmununuzu da izləyərkən mən nəyi görürəm? Həddindən artıq çox şəkər xəstəliyinə tutulan insanlar var, Azərbaycanda yaşayırlar. Sizcə bunun əsas səbəbi nə ilə bağlıdır və biz şəkər xəstəliyinə tutulmasını necə qarşısını ala bilərik? Şəkər xəstəliyi çox təəssüf ki, bizim müəllimlərimiz deyir ki, əvvəllər göstərmək xəstə tapmırdıq tələbələrə, amma hal-hazırda hər ailədə bir diabetli var demək olar. Yəni və təəssüf ki, ən acınacaqlı da odur ki, artıq gəncləşir bu diabet. Diabetin mənfi tərəflərindən biri odur ki, hələ prediabet mərhələsində artıq orqanlar zədələnir. Yəni pasiyent çox zaman kardioloqdan gəlir, ürəyində 3 dənə stentlə və ya açıq ürək əməliyyatı olunub, heç xəbər olmur ki, bunun artıq diabeti var. Artıq çünki ürəyə zədələnməyə çoxdan başladı. Ona görə də səbəbi düşünürəm ki, oturaq həyat tərzi. Niyə? Siz fikir verin, yəni bir analiz eləyəndə, statistikaya baxanda ki, əvvəllər niyə bu qədər deyildi? Əvvəllər bu qədər bizim ev işlərimiz, ümumiyyətlə hər işimiz avtomatlaşdırılmamışdı. İndi hal-hazırda evi təmizləyirəm deyəndə robot pilisosu qoşuruq, buradan paltar yuyan maşına paltar atırıq, qab yuyan maşına qab qoyuruq. Məsələn, multivarkada yeməyi qoyduq, yəni sayıldıq iş gördük. Amma düzdür, bu dəqiqə zaman elədi ki, məcburuq onu eləməyə. Amma deməli onu fiziki aktivliklə başqa bir şeylə bərabərləşdirməmiz lazımdır. Aldığımız enerji ilə verdiyimiz enerji arasında tərs mütənasiblik yaranır. Daha çox alırıq, yeyirik, otururuq, abur-cuburlar, ağız atmalar, kinoya gedirik, mütləq nəsə bir atışdırmaq lazımdır. Hər şeyi bunu düşünürük. Yol çıxırıq, cibimizə nəsə bir şey qoyuruq. Yəni bütün bunlar alırıq enerjini, amma verməkdə yəni yoxdur, hara gedəcəyik? Yəni oturaq həyat tərzi, stressli həyat, yuxusuzluq, gecə həyatları. Yəni bayaqlarım məsələn tutaq ki, kənddə necə olurdu əvvəllər? Yəni insanlar sübh tezdən günəşlə bir ayılırdılar, bütün gün fiziki aktiv olurdular, orqanik qidalanırdılar və ondan sonra hava qaraldı, hamının yuxusu gəlirdi və yatırdı. Şam işığında məsələn nə qədər bizim dövrümüz 90-cı illərin uşaqlarındanam mən. Bu dövrdə tez işıqlar sönürdü, bu müharibə dövründə falan. O dövrdə yəni şam işığında nə qədər nə dərs oxumaq mümkündür. Yəni bir müddət sonra yuxu basır adamı, yatmaq istəyirsən. Amma indi gur-gur işıqlar yanır, şəhər işıqlı. Bir tərəfdən gözəllikdir, amma ikinci tərəfdən də biz öz o bioloji saatımızı pozmuş oluruq. Bütün bunlar da xronik xəstəliklərin xronikləşməsinə, cavanlaşmasına gətirir, çıxardır. Yəni o baxımdan hər zaman dediyimiz o dördlük həyatımızın yəni birinci rutini olmalıdır və dünyada elə bir müalicə növü yoxdur ki, olsun şəkər preparatları, olsun digər preparatlar, elə bir müalicə növü yoxdur ki, sağlam qidalanmanı əvəz edəcək, nə istəyirəm yeyəcəm, amma bu dərmanı istifadə edəcəm, hər şey yaxşı olacaq. Çox bahalı müalicə növləri var, çox yeni preparatlar var, innovasiyalar var. Amma təəssüf ki, bunu əvəz edəcək bir innovasiya yoxdur. Mütləq və mütləq o dördlük sağlam qidalanmadır, su qəbuludur, düzgün maye qəbulu, yuxu rejimidir və bir də fiziki aktivliyin olması bizim yəni kəsilməz bir rutinimiz olmalıdır. Kollagenlə bağlı fərqli yerlərdə fərqli şey deyilir. Bəziləri deyir ki, biz mütləq xaş yeməliyik, təbii kollageni ən gözəl şəkildə biz xaşdan əldə edə bilərik. Bəzi mənbələrdə qeyd olunur ki, xüsusi bir preparatlar çıxıb, hansı ki, orada qeyd olunub ki, balığın xüsusi hüceyrələrdən istifadə olunur ki, insan bədəninə ən yaxın, yəni kollagen növünü o verir. Ümumiyyətlə, kollagen biz qəbul etməliyikmi? Və kollageni biz əgər qəbul ediriksə, digər hansı məqamlara biz fikir verməliyik ki, öz bədənimizin sağlamlığımızı biz idarə edə bilək? Mən biraz köhnə fikirli adamlardanam və həmişə pasiyentlərim də bilir ki, daha çox bacardığımız düzənli həyat şəraitini daha çox meyliyəm, nəinki dərman preparatlarının yazılışına. Və hər zaman bir şey deyirəm ki, biz bir şeyi təbii ala biləriksə, onun dərman formasını almamıza ehtiyacımız yoxdur. İkincisi, mən anlayıram bu dəqiqə bu gözəllik, bu göstəriş o qədərdir ki, insanların fərqli bir tövsiyəsi var. Amma düşünürəm ki, ana qızından fərqlənməlidir bir qədər. Bu təbii olaraqdır, yəni. Ananın qızı qədər gənc görünməsinə ehtiyac yoxdur. Bu psixoloji momentlərdə var, bəlkə burada çox böyük rol oynayır. Amma təbii olaraq involyusiya
öz rolunu oynayacaq. Menopauza dövründə da kollagenin sağlam qidalanmada biz zinkdən ala bilərik. Xaş dediniz. Amma xaş daha çox xolesterin mənbəyi, daha çox istifadə edilirsə qan yağlarımızın miqdarının artmasına, hələ də bu adamlarda əgər ailəvi hiperlipidemiya varsa, yəni ailəvi olaraq qan xolesterinləri yüksəkdirsə, yüksək təzyiq xəstəliyi varsa, anamnezdə, irs anamnezdə, məsəl hekayələrində əgər onların ürək xəstələri, insult, infarkt xəstələri, qəfil ölüm riski varsa, belə pasientlərə xaş yeyin demək düzgün də olmaz. Amma sümük suyu, onun qidalarınızı istifadə eləyin. Kollagen təkcə bizim gənc qalmamıza deyil, həm də əzələ turqorumuzun möhkəmliyinə, sümük turqorumuzun möhkəmliyinə kömək eləyir. Amma bunu da yəni takıntı halına gətirməmək lazımdır. Düşünürəm ki, kollagen istifadəsinə xüsusi göstərişlər yoxdur. Və sadəcə o dediyim momentlərə pulsuz, heç nəsiz olan 4 əsas momentə diqqət edəriksə, vaxtında yatan dəri niyə işıldamasın ki? Doğru suyunu qəbul edən dərmana niyə mezolara ehtiyacı olsun ki? Yəni adətən də olmur. Çox təşəkkür edirəm bu qədər gözəl tövsiyələr bölüşdüyünüz üçün. Ayşən xanım, hormonal sağlamlığımızı, düzdür, bununla bağlı siz kifayət qədər artıq bölüşmüsünüzmü? Hormonal sağlamlığımızı qorumaq üçün xüsusi hər hansı bir qidalar qəbul etməyə ehtiyac varmı? Hər hansı bir tərəvəzlər, meyvələr? Ümumiyyətlə, indiki Səhiyyə Nazirimiz Teymur doktor çox hörmət etdiyim insanlardan, doktorlarımızdan çox savadlı kadrımızdır və zamanında bizə bir mühazirə oxumuşdu Teymur doktor. Çox gözəl sözünü həmişə xatırlayıram. Deyir ki, xaricə getdiniz, Bali, Maldiv adalarına getdiniz falan. Orada bilmədiyiniz, mənşəyi bilmədiyiniz, fərqli gözünüzə görünən bir meyvəni və ya tərəvəzi dadmağa çalışmayın. Həqiqətən də bizim orqanizmimizin yörəsəl qidalanma necədir? Məsələn, biz Azərbaycanda illərdir, nəsillərdən nəsillərə keçmə qidalanma tipimiz var. Məsələn, mən pasientimə demirəm ki, get chia toxumu qəbul elə, get avokadonu belə elə. Biz öyrəşməmişik buna. Bizim genetik bir tanıtımımız var. Teymur doktor dedi ki, bunu eləyəcəksiniz və anafilaktik şoka qədər girə bilərsiniz. Həqiqətən də elədir. Orqanizmin, genimizin illərlə, qərnələrlə, əsrlərlə gələn bir tanıması var qidaları. Öyrəşməmiz var və biz bu dəqiqə hər hansı bir fərqli bir qidaya qarşı kəskin allergik reaksiya verə bilərik. Anafilaktik şok kəskin allergik reaksiyadır və xüsusi bir nəyinsə yemək lazım deyil. Sadəcə. Yəni mən həmişə pasientə bu dietologiya kursları, food test üzrə mütəxəssisəm, müxtəlif kursların yəni məzunuyam, amma mən pasientimə diyetoloqların xəttinə dəyməsin, diyet verməyin heç vaxt tərəfdarı olmamışam. O zaman görəndə ki, pasient həqiqətən də ciddi bir problemə girir, diyetoloqla yanaşı davam etməyi düşünürük. Amma pasient bu arada psixoloji bir çərçivəyə girir. Yəni hər kəs tutaq ki, gedib bir qonaqlıqda, dostlarla, gəncdir, artıq çəkisi var. Amma hər kəsin bir şeylər yeyir. Bu uşaq onu eləyə bilməz. Bu anasının ona qoyduğu qabın içindəki buğda bişən yeməyi yeməsi lazımdır, tərəvəzi yeməsi lazımdır. Əlbəttə ki, bir müddət sonra uşağın hər kəsdən fərqlənərək, ayrılaraq, yəni bir ağ qarğa bir rolunu oynamasın deyə pasientlər əslində insanlara bunu öyrətmək lazımdır ki, bu qidalanmanı necə eləyək ki, biz öyrənək, harda olmamızdan asılı olmayaraq özümüzə, genimizə, tərbiyəmizə, mentalitetimizə, ya mentalitet deyəndə biz adət elədiyimiz qidalardan necə özümüzə seçə bilərik. Məsələn, bir restoran menyusunu əlimizə alanda buradan hansı mənimdir, hansı mənim deyil düşünə bilərik. Və yaxud da bir evdə olduğuq, xaricdə olduğuq olmazına asılı olmayaraq mən nə seçə bilərəm? Ekstra bir yeməklərini həddindən artıq çox və ya həddindən artıq az yeyilməsini tövsiyə eləmirəm. Düzdür, bəzən deyirlər ki, Hashimoto pasientlərinə o olmaz, bu olmaz. Razıyam, aşırı hər şey zərərdir. Amma məsələn, Hashimoto xəstələrinə yod olmaz deyirik, amma bizim endokrinoloq dostlarım çox gözəl bilir, yod defitsit pəhrizimiz var. Biz onu nə zaman təyin edirik? Zəhərli zoblu loreldə izahlayacağam ki, insanlar rahat olsun. Tirotoksikozlu xəstələrə veririk ki, məsələn, heç olmasa dərman təsir etməyə başlayan ilk 10 gün, 20 gün bu qidalardan uzaq dur. Bilsəydim o siyahını gətirərdim sizə, bir baxarsınız ki, mən nə ilə qidalanım? Yəni yod hər şeydə var. Ondan qalsa gərək onda pasient işini yeməsin. Süd məhsulları yeməsin, onu yeməsin, bunu yeməsin, qoz yeməsin, fındıq yeməsin və nə yesin yaxşı?
Ona görə də insanları belə qorxuzaraq tibdən uzaqlaşdırmaq lazım deyil. Necə din xadimlərinə deyirlər ki, namazı asanlaşdırmaq lazımdır, insanlara dini daha asan, daha qəbul edilən olmazlar, qadağalar insanları uzaqlaşdırır hər şeydən. Biz də əksinə insanları cəlb eləməkdən ötürü daha sağlam gələcək naminə, daha sağlam yaşlılıq naminə, yəni öz genimizdə də davam eləsin deyə soyumuz, kökümüz. Bunu insanlara rahat öyrətməmiz lazımdır. Mən qidanı necə seçə bilərəm? Boşqab prinsipinə necə əməl edə bilərəm? Tərəvəz nə qədər yeyə bilərəm? Atışdırma deyəndə nə nəzərdə tutulur? İlla ki, atışdırma məcburiyyətim varsa nəyi seçə bilərəm? Seçməyi öyrətmək lazımdır. Artıq içərisindən seçəni pasient cibinə uyğun. Yəni bir diyet listəsi 400-500 manat tutursa əgər, o pasientə yəni nə qədər vaxt buna davam eləyəcək, eləyə biləcək. Yəni bizim bir şeyin davamiyyətini hər zaman vurğulayırsınız dərslərinizdə. Davamiyyət önəmlidir. Hər şeydə davamiyyət önəmlidir. Qidalanmada da, özümüzə baxımda da, hər şeydə davamiyyət önəmlidir. Əgər mən bu gün hər şeyi suda qaynatdım, yedim, kalorini aşağı, low kalorili pəhrizlər elədimsə, bir müddət sonra buraxdım başını, yəni yoruldum, bu davam olmaz belə. Sonra verdiyim çəkiləri geri alacağam artıqlamasını. Niyə görə idmandan sonra çəki qayıdır? Ağır-ağır idmanlar çəki veririk, qutardıq, yenə qayıdır. Ağır-ağır etməyib də bacardığımız kimi qaydalar çərçivəsindən çıxmayaraq eləyib, amma davamlı eləmək daha gözəl olmazmı? Daha faydalıdır. Daha faydalı olur. Ona görə bu sualınıza ki, hansını daha çox yeyək, hansını daha az yeyək, belə bir şey yoxdur. Qaydamız var. Şəkərli qidaları qidamızdan çıxardırıq. Tərkibində şəkər olar, hər şeyi çıxartmamız lazımdır. İçkilərdən tutmuş hər şey kimi. Yəni şəkər bir ağ ölümdür. Kokaindən 8 dəfə güclü bir şeydir və ona görə də şəkər asılılığını dəf etmək çox çətindir. Bunun üçün dərmanlarımız var, həkimlərimiz var, biz dəstək dururuq pasientlərə. Amma şəkəri çıxartdıq, digərlərini Allah verəndən, yəni orqanik qidalanacağıq. Bir şey işlənmiş qidalardan uzaq. Bəzən pasientlərə deyirəm ki, bəlkə çox uzun dedim burasını, amma bəzən pasientlərə deyirik ki, həqiqətən də atalar sözünün içərisinə girəndə orada çox önəmli sözlər, mesajlar var. Yəni Allah verəndən demək orqanik, işlənməmiş deməkdir. Danışdıq mı? Yəni işlənməmiş məhsulları daha rahat istifadə etsək, daha az işlənmiş məhsullardan istifadə etsək, daha sağlam həyat sürəcəyik. Bəlkə də həm çəkini qoruyarıq, həm daha sağlam olarıq, həm kollagenimiz yerimizdə olar. Ayşən xanım, çox önəmli bir məqama toxunmusunuz, xüsusən şəkərlə bağlı. Bu məqamı da mən sizlə də müzakirə etmək istəyərdim. Xüsusən o birinci sualla üst-üstə düşür. Məsələn, glutenlə bağlı çox fərqli məlumatlar yayılır. Bəzi mənbələrdə, bəzi ekspertlər qeyd edirlər ki, gluten tamamilə çıxarılmalıdır rasiondan. Bəzilərində də qeyd olunur ki, o insanın bədənindən hər şey asılıdır ki, bəzi bədəndə məsələn də gluten dözümsüzlüyü yoxdursa, glutenin qəbul olunması hətta daha faydalı ola bilər. Bununla bağlı mən sizin fikirlərinizi öyrənmək istəyərdim. Sərxan, çox yaxşı bilirsiniz ki, siz mənim mentorum olmusunuz bu yolda. Mən gluten və şəkər olmayan qidalar seriyası başlamaq istədim bir anda, amma bir yanda hər iki şey eyni dərəcədə keyfiyyətli eləməyəcəyimi gördüm zaman olaraq və o prosesi dayandırdım. Və bu proses zamanı da mən sərgilərdə də iştirak eləyəndə həmişə insanlar maraqla qarşılayırdı və mən həmişə deyirdim ki, ehtiyac yoxdur buna. Əgər sizdə problem yoxdursa. Gluten həssaslığı özü bir xəstəlikdir. Çölyak xəstəliyi adında bir xəstəlik. Əgər pasientin gluten həssaslığı yoxdursa və ya qida intoleransı, hər hansı bir qidaya qarşı əks effekti yoxdursa, ki bunu da pasient sadəcə özünü dinləməklə, orqanizmi dinləməklə belə bilir. Və yaxud food test kimi müayinələrimiz var. Bunlar yoxdursa, bu müayinələr hamısı normal gəlirsə, pasientin xüsusi gluten qidadan çıxartmağa ehtiyacı yoxdur. Və əksinə, gluten adətən buğdada olduğuna görə biz buğda B qrup vitaminlərindən zəngindir. Bir müddət sonra buğdadan istifadəni imtina eləyəndən sonra daha digər problem neuropatiyalar, sinir xəstəlikləri yaranır. Məsələn, Asiyada düyüdən daha çox istifadə olunur, amma buğdadan daha az istifadə olunur. Orada neuropatiyalar falan və miyelitlər, bu xəstəliklər daha çoxdur. Ona görə də nə isə qara çıxartmaq lazım deyil. Hər hansı bir qidanı üzdən iraq elan eləmirik. Bəzi olmazlarımız var. Ağ, un, deyirik ki, bunlar işlənmiş un növləridir. Məsələn, deyirik ki, sağlam qidalanmaq istəyirsiniz, yenə qayıdırıq dədə-babalarımıza. Orqanik, tam
əla növ un yox, daha işlənməmiş, daha içərisinə kəpəkli qarışmış undan istifadə eləyək. Bu fonda amma bir problemimiz varsa da bunu həkimə danışaq. Köpümüz varsa, həzmsizlik varsa, şişkinlik varsa, bunda həkimlə danışmaq lazımdır. Bir endokrinoloq, bir gastroenteroloq ki, səbəb nədir? Bəlkə səbəb heç gluten deyil, yazıq hormonlardır səbəb. Yəni bu səbəb araşdırılmadan qara yaxdıq, hamısını bunu elədik, onu elədik, baha-baha məhsulları eləmiş olduq, mənasız pullar xərclədik və sonda yenə sağlam deyilik. Bu baxımdan hər şeydə mütəxəssis tapmaq, mütəxəssisə yönəlmək və danışmaq çox önəmlidir. İstiqaməti bundan sonra alacağıq artıq. Ayşən xanım, səhiyyə sistemində belə bir imkan olsaydı, siz də nəyi dəyişmək istəyərdiniz? Səhiyyə sistemində əslində mən heç vaxt rəhbər vəzifələri arzulamamışam. Düşünürəm ki, hər kəs ümumiyyətlə nəsə dəyişmək üçün insan özündən başlaması lazımdır. Bu ailədə də belədir. Kiçik cəmiyyət olaraq özümüzdən başlayacağıq, amma arzularım olardı. Arzularımdan ən əsası birincisi həkimlərə qarşı olan bu necə insanlar öz haqlarını tələb edirsə, həkimlərin də bir hüququnun olmasını istəyərdim. Və həkimlərə qarşı istər bu sosial mediada daş atmalar falan bu düzgün deyil əslində. Bu insanlara olan necə özgüvənin qırılmasına, pasientlərin inamının zədələnməsinə, hər kəsin lüks imkanları yoxdur. Hər kəs istədiyi an xaricə gedə bilmir, amma digər kütləni də nəzərə almaq lazımdır ki, bir acı söz deyərkən mən digər insanlara da xitab elədim, onlara da təsir elədim və onlarda olan bu inamsızlığı yaratdım. Və necə məsələn insan özünə qarşı mənəvi deyək təzminat tələb eləyirsə ki, mənim mənəviyyatım beləcə də həkimə qarşı olunur və həkimlər də onu eləyə bilərlər. Bu arada həkimlərin hüquqlarının daha çox müdafiə olunmasını istəyərdim, bu bir. İkincisi, daha çox maarifləndirmənin olmasını istəyərdim. Sosial şəbəkələrdə senzuranın olmasını istəyərdim ki, həkim, tibbi ümumiyyətlə maarifləndirilən insanlar həqiqətən də sahələrin ekspert olması lazımdır. Yəni hər yerindən duran, hər bir kurs keçən, hər bir sadə bir kitab oxuyan, jurnal oxuyan insanlara kütləyə xitab eləməsi düzgün deyil. Bu bilirsiniz də, siz psixoloji yəni təhsil alaraq bilirsiniz ki, bu müxtəlif coachinglər var, müxtəlif NLP təhsillər var. O qədər elə bir təhsillər olur ki, deyir, elmli qalır bir tərəfdə, elmsiz elə bir şeylər danışır ki, və mən yəni əlimdə səlahiyyətim olsaydı, yəni arzularım bu olardı ki, düzgün tibbi maarifləndirməni düzgün ekspertlər eləsin, həkimlərin qorunsun haqları, necə insanlar öz haqlarının qorunmasını tələb eləyirsə. Bir də ki, maarifləndirmə. Bizim həkimlərə çox şərait yaratmaq lazımdır. Məsələn, biz hara gedirik oxumağa, kurslara, konfranslara, inanın ki, öz hesabımıza gedirik, öz gücümüzə gedirik. Bunun üçün bir şeylər ayrılsın ki, yəni hər həkimin haqqı olsun ki, bu qarşılansın mali olaraq. Bunlar çox miqdarda pullar deməkdir. Və onun üçün bu həkimlərə bir dəstəkdir olsun. Çox işini sevən, peşəsini sevən həkimlərimiz var. Amma əlbəttə ki, gənc nəslə dəstək durub onlara qaldırmaq lazımdır. Çünki hamısı bizim gələcəyimizdir. Ayşən xanım, ümumiyyətlə biz sizinlə bir çox mövzulardan, hansı mövzularda biz sizinlə müzakirələr aparsaq, mən heç vaxt, siz də bayaq qeyd etmişkən, vaxtın necə keçdiyini mən heç vaxt bilə bilmirəm, görmürəm. Çünki o qədər maraqlı siz müzakirələr aparırsınız ki, o qədər yeni şeylər də mən sizdən öyrənirəm. Və mən sizə çox təşəkkür edirəm gəldiyiniz üçün və son olaraq mən sizdən xahiş edərdim ki, sizin bir son mesaj olaraq bizim izləyicilərə nəyi bölüşmək istəyirdiniz, hansı tövsiyələri vermək istəyirdiniz? Çox sağ olun, Sara xanım. Yaxşı ki, sosial şəbəkələr var və yaxşı ki, xitab edə bilirik. Son sözüm nədir? İnsanlara sadəcə əlindəkilərlə razı qalmağı, sadə, yəni pul xərcləmədən sadə eləyəcəyimiz o 4 faktora odaqlanmağı, yönlənməyi, bir də daha çox ünsiyyət eləməyi, daha çox sosiallaşmağı, amma bunu da sosial şəbəkələrdə yox, canlı ünsiyyətdən, çünki bayaq dediyiniz o sevgi kokteylinin tərkibində qucaqlaşmaq, təmas, toxunmaq, bütün hamısı serotonin və digər hormonlarımızın aktiv olması üçün, özümüzü sağlam hiss etməmiz üçün
bizim aktiv, yəni canlı görüşlərə, canlı oyunlara, canlı ünsiyyətə ehtiyacımız var. Bunu tövsiyə eləyərdim. Qayıdaq öz köklərimizə və onlar kimi normal, sağlam həyatlar sürməyə çalışaq. Çox təşəkkür edirəm Ayşən xanım. Nə yaxşı ki, sizin kimi həkimlərimiz var. Hər zaman da xaricdə yaşayan həmyerlərimiz orada olan səhiyyə sistemin mürəkkəb olmasını, uzun müddət həkim qəbuluna yazılmasını, bununla bağlı bürokratik problemləri hər zaman qeyd edirlər və hətta qeyd edirlər ki, sırf bizim mütəxəssislərin yanına gəlmək üçün onlar bilet alırlar, xaricdə qayıdırlar bizim ölkəyə, deyirlər o daha həm qiymət baxımından, büdcə baxımından həm daha əlverişlidir, həm də daha sürətli gedir bu proses. Həqiqətən də nə yaxşı ki, sizin kimi fədakar həkimlərimiz var. Və mən sizə çox təşəkkür edirəm Ayşən xanım, gördüyünüz işlərə görə, maarifləndirici layihələriniz üçün və əziz izləyicilərimiz, dinlədiyiniz üçün, diqqətiniz üçün mən sizə təşəkkür edirəm. Bu videonu faydalı hesab edirsinizsə, öz ətrafınızla, dostlarınızla paylaşmağı unutmayın və bu kanala da abunə olmağı da unutmayın. Təşəkkürlər. Özünüzə yaxşı baxın.